Salam əziz və dəyərli müəllimlər. 9-cu sinif yeni dərsliyindən hazırladığım idiomların izahını sizin üçün vermək istəyirəm. Qeyd edim ki, yeni dərslikdən olduğuna görə bu idiomların həm MİQ, həm də sertifikasiya imtahanına düşmə ehtimalı çoxdur. Ona görə də bu idiomların mənasını mütləq öyrənin və öyrəndikdən sonra isə testlər üzərində özünüzü yoxlaya və yaxud da bildiklərinizi möhkəmlədə bilərsiniz. Gəlin keçək birinci sualımıza. Choose a correct idiom to complete the sentence. Bu şərt hər bir testdən deməli şərt olacaq. Cəmi 10 testdir. Və şərtdə deyilir ki, cümləni tamamlamaq üçün düzgün idiomu seçin. Birinci suala baxırıq. I know it is hard. Bilirəm, çətindir. But try to and understand why he acted like that. Amma deyir ki, özünü onun yerinə qoymağa çalış və onun nə üçün belə hərəkət etdiyini anla. B variantı düzgün cavabdır. Put yourself in his shoes. Take a nose out of, kitabı dayandırmaq, kitab oxumağı dayandırmaq, ümumiyyətlə nə isə çalışmağı dayandırmaq. Blow your mind, kimsə təəccübləndirmək, təsirləndirmək. Out of this world, əla, möhtəşəm. Push the boundaries, sərhədlərini aşmaq deməkdir. 2-yə baxırıq. The view from the top of the mountain was, deməkdir ki, dağın zirvəsindən olan görüntü out of this world, möhtəşəm idi. Mən, I couldn't believe my eyes, mən gözlərimə inana bilmirdim. Mənzərə, dağın zirvəsindən olan mənzərə möhtəşəm idi və mən gözlərimə inana bilmirdim. Push the limits də, push the boundaries ilə push the limits sinonimdir, sərhədlərini aşmaq deməkdir. 3. She trained every single day, o hər gün məşq etdi, determined to and become the best. Determined, push the limits, yəni sərhədlərini aşmağa qət etmişdi. Sərhədlərini aşmağa və ən yaxşısı olmağa qət etmişdi. Deməli, B variantı düzgün cavab oldu. 4-ə baxırıq. The magic show will, the tricks are unbelievable. Deməli, deyir ki, the magic show will blow your mind. Deyir ki, magic, yəni sehirli show səni təəccübləndirəcək, səni təsirləndirəcək. Həqiqətən də triklər, yəni oyunlar, həmin şovda olan oyunlar inanılmazdır. Blow your mind. A variantımız düzgün cavabdır. 5-ə baxırıq. You have been reading all day. Bütün günü deyir oxuyursan. It is time to take your nose out of that book. Yəni o kitabdan başını qaldırmağın, yəni o kitabı oxumağı dayandırmağın və take a walk, gəzməyin vaxtıdır. C düzgün cavabdır. 6-cı testə baxırıq. That sci-fi movie was absolutely, the visual effects were amazing. Demək, o elmi fantastika filmi tamamilə möhtəşəm idi. Out of this world. Tamamilə möhtəşəm idi. Vizual effektlər möhtəşəm idi. Yəni, were amazing, əla idi. C düzgün cavabdır. 7-ci testə baxırıq. He always tries to when it comes to creativity. Deyir ki, yaradıcılığa gələndə o həmişə sərhədlərini aşmağa çalışır. Push the boundaries. Push the limits. Push the boundaries. That is why his designs are so unique. Ona görə onun etdiyi dizaynlar bu qədər unikaldır, yəni nadirdir, fərqlidir. Push the boundaries, yəni sərhədlərini aşmaq, əlindən gələnin ən yaxşısını etmək. C düzdür. 8-ə baxırıq. If you would see that I had no choice but to live. Burada deyir ki, əgər sən özünü mənim yerimə qoysan, put yourself in my shoes. Əgər sən özünü mənim yerimə qoysan, sən görərdin ki, mənim tərk etməkdən başqa deməli şansım yox idi. Yəni çıxıb getməkdən başqa şansım yox idi. B düzgün cavabdır. 9-cu testə baxırıq. The singer's performance last night was, demək deyir ki, keçən gecə müğənninin çıxışı, performansı, yəni çıxışı möhtəşəm idi. Out of this world, möhtəşəm idi. I have never seen anything like that. Belə bir şey mən heç vaxt görməmişəm. C düzgün cavabdır. 10-cu testə baxırıq. When I visited the Grand Canyon, the view was so stunning that, mən deyir, Böyük Kanyona baş çəkəndə görüntü, mənzərə elə cəlb edici, elə möhtəşəm idi ki, it blew my mind. O məni təəccübləndirdi, o məni deməli təsirləndirdi. Burada isə düzgün cavabımız B variantıdır. İndi isə burada gəlin idiomlara baxaq. Bax, bu idiomları hansı ki 9-cu sinif yeni dərsliyinin vocabulary'sində də mən bunları qeyd etmişəm sonda, yəni sözlərlə, unit sözlərlə yanaşı
İdiomları da qeyd etmişəm. Yenə də bu PDF-də də qeyd etmək istədim ki, buradan da bir daha baxıb və testləri edib bildiklərinizi möhkəmlədərsiniz və sonda isə cavabları var və əminəm ki, bu testlər və eyni zamanda burada olan tərcümələr və definitionlara da xüsusilə diqqət edin. Çünki idiomlar həm bu şəkildə cümləni tamamlamaq, həm də definition şəklində düşə bilər, amma daha çox cümləni tamamlama şəklində düşür idiomlar. Bu şəkildə düşünürəm ki, artıq bu idiomları çözmüş olacaqsınız. İnşallah növbəti dəfə 9-cu sinifdə olan frazoloji birləşmələrlə bağlı bu cür test tərtib edəcəm və izahını sizinlə paylaşacağım. Buna görə də kanala abunə olmağı və bildirişləri açıq qoymağı unutmayın. Uğurlar hər birinizə əziz müəllimlər. Növbəti videolarda görüşənədək.